Texnoloji TV kanalında hamınızı xoş gördük dostlar, mən Mövlun. Videoma xoş gəldiniz. Bugünkü videomda sizlərə Camtasia Studio vasitəsilə asan bir animasiya necə hazırlanır onu öyrədəcəyim. Bizdən ayrılmayın. Bəli dostlar, bayaq da dediyim kimi sizlərə animasiya hazırlamağı öyrədəcəyim. Animasiya bəzən insanlara çətin kimi gəlir, ancaq animasiya hazırlamaq çox asandır. Camtasia Studioda asanlıqla animasiya hazırlamaq olur. Mənə diqqətlə qulaq asarsanız əgər, animasiyanı asanlıqla hazırlamağı öyrənəcəksiniz. Bunun üçün, məsələn, biz bir yazı animasiyası eləyək. Bir yazını seçək. Məsələn, mən tekst seçirəm. Bunun içərisində nə istəyirsinizsə yazın. Məndə elə hazır yazı gəldi. Elə məsəl üçün öz kanalınızın adını yazırsınız. Bunu düzəldək. Məsələn, istəyirsiniz ki, bu sağ yuxarıdan sol aşağıya qədər getsin. Bunun üçün burada Visual Properties belə bir söz yazılıb. Buna daxil olursunuz. Əgər bu sizdə burada olmasa, burada More, yəni əlavələr bölməsini seçə bilərsiniz. Burada da tapmasanız bunu sağa tərəf itələyərək itələrsəniz burada gələcək. Neysə. Visual Properties'e daxil olaq. Bunun üzərindən bir dəfə vurmalısınız ki, bu göy rəng alsın və yuxarıda Add Animation yazılıb. Bunun üzərindən də bir dəfə klikləyərsiniz. Kliklədik. Daha sonra isə bunu ən yuxarıdan hansı tərəfə gedəcəksə ora tərəf çəkək. Məsələn, istəyirəm ki, mən bura getsin. Elə eləməliyəm ki, görünməsin burada. Bəli, belə olsun, səhnəni yəni çölünə çıxsın. Buradan isə bu aşağıda gördüyünüz bu nöqtə, bunu hərəkətə gətirən də hansı ki, onu uzadaq. Bu qədər uzanaq. Təxminən 1 saniyə, 2 saniyə, nə qədər istəyirsinizsə. Və daha sonra videomu izləyək. Bəli, amma belə çox tez gedir. Bunu biraz uzadaq, məsələn, buralara qədər. Və izləyək. Əlavə olaraq, məsələn, bunu biraz istəyirsiniz əyri, məsələn, göydə əyilsin eləsin. Biraz bunu ortalara gətirdik və burada bunları aşağı yuxarı eləyərək, çoxaldı bazaldaraq, bunu əymək olur belə. Belə. Yox, bu heç olmasın. Bunu sıfırda bırak. Və izləyək. Belə pis də deyil. Biraz daha tam ekran formasında izləyək. Bunu az oldu. Bəli, yəni o qədər də pis deyil. Siz hətta bunlarla introda hazırlaya bilərsiniz. Məsələn, bunu daha da çoxaldı bazaldaraq, bunu daha da çox əyərək belə formaya alındırmaq olar. Və yaxud da bunu sıfırda qoyaraq, bu formada gedib gələ bilər. Məsələn, indi biri başqasını hazırlayaq, onu silək və yenisini yazaq məsəl üçün. Görək bu necə alınacaq. Bunu qoyaq ən aşağıdan yuxarıya doğru getsin. Və yenidən bura daxil oluruq və Add Animation-ı vuraraq bunu çoxaldıq buralara qədər. Bunu isə buradan bura daxil olduqdan sonra yenə dediyim kimi bunları beləcənə ilk öncə bir izləyək, görünüz olur. Bura izləyək. Və yuxarıdan aşağıya getdim. Çünki mən sonda bunu belirləmişdim. Fərqi yoxdur, yəni siz necə istəsəniz elə eləyin. Və bunu biraz əyək. Gördüyünüz kimi 50 olanda bu formada olur. İzləyək. Bəli, göydə də yenidən öz formasına qayıdır. Dediyim kimi, bayaq da demişdim bunu. Əgər istəsəniz biraz daha gec getsin, bunu buradan azaldıb artırmaq olar. Bunları. Biraz
bir bəyən seçək və bunu arzalıq artıraq. Bəli. Heç də pis deyil. Yəni biraz biz indi video çəkirik deyə çox da bunun üstündə əlləşmirik. Əgər siz daha biraz daha da çox əziyyət çəksəniz və daha çox bunun üzərində işləsəniz, çox gözəl bir animasiya hazırlaya bilərsiniz. Bugünlük isə bu qədər dostlar. Ümidvaram ki, videonu bəyəndiniz. Videonu bəyəndinizsə like eləməyi, bəyənmədinizsə dislike eləməyi və ən əsası da ki, kanalımıza abunə olmağı unutmayın. Bizi izlədiyinizə görə sağ olun. Wouldn't it be nice living life like everything was a party? Only 18 years deep and now we're getting started. Finish line clear, so we focused on the target.